Məndən olsa, nənə, gəl həmin o hekayələri, hansı ki, danışmadığında nə qədər hekayə var, ibrətamiz hekayələr davam etdirə bilərik. Amma necə? Bəlkə də bu kimin üçünsə fürsətdir, kiməsə bir toxuna bilər, bir sözümüz çata bilər. Məsələn, bu videonun altına hansı ki, daha onların həssas olduğu, belə yaralı olduğu mövzular ki var, onun haqqında eşitmək istəyirlər sənin məsləhətivi, nəsihətivi ya da təcrübəvi. Yazsınlar, biz onun uyğun artıq sənin təcrübəndən sual verib danışdıraram. Bəlkə kiminsə hansısa bir gəncə, hansısa bir cavana, hansısa bir orta yaşlıya bir yolu oldu, bir işığı oldu. Düz demirəm? Elədir. Mən də elə fikirləşirəm ki, məsələn, indi mən öz-özümə danışıram, hə? Amma ki, bəlkə kiminsə ürəyində nəsə bir fikri var. Kimsə nəvəsinə nəsə sübut eləmək istəyir, oğlundan mı? Gəlinəmi, qızına mı, belə məsələn, bir bölüşə biləcəyi adam lazımdırsa əgər, sual verərlər ki, aynən bu şey məsələn mənə çətin gəlir. Bundan necə çıxış yolu tapmaq? Mən də demirəm ki, mən aliməm, professorum, yox. İndi bildiyimdən də məsələn başıma gələn hadisələrdən mən də indi dünya görmüşəm. Hər adama da sənin kimindən də qismət olmur ki, evində belə bir böyük yolla, məsələn, yolun azmaq istəyəndə, yolun çaşmaq istəyəndə, itirəndə o yolu, işığı, gəlib o yol işıq olmaq üçün, çıraq olmaq üçün kimdənsə məsləhət alar. Bir növ sən onların hamısının nənəsisən də, düz demirəm? Allahın dostuna deyəcəkdim. Bax, onlarla bu ki, sosial şəbəkədəki nədir, yorumları mənim üçün belə maraqlı gəlir, görüm fikirlər. Yazdıqları rəylər, Elə bil ki, sizdən soymuşam biraz. Elə biləm böyle sizdən də yaxşı irəli nəvələrim olardı, evlatlarım olardı. Çox sağ ol. Necə açıq sözdür. Məsələn, gec-gec görüşürük bir-birimizə. İndi amma onlarla da gec-gec danışıram deyənin. Hər şeydən elə bil tükənmişəm. İndi kimin ürəyində nə keçərsə, nə çətinlik olarsa, sual verərlərsə, çalışdığım yerə qədər aydınlaşdıra bilərəm. Ya özüm həyatımdanmı, keçmişimdənmi, səndə hekayələr çoxdur, sən xəzinəsən, amma sənə danışıram, mənim kimi adam lazımdır. Xəzinə də olsam da, yoxdur. İndi vaxtilə oxumuşam o bədii kitablarda, keçmiş kitablarda hamısı. Hərəsindən bir şey yadda qalır. O deyirlər, uşaqlara telefon verməyinə, insanla qoy münasibətdə olsun. Çünki deyir, telefonda baxdıqları multfilmdir, ya bədii filmlərdir, onlara cavab vermir. Amma uşaqla danışanda deyir, tez dil açılır, canlı danışanda deyir, sual verir, deyir, ürəyindən keçəni sual verir. İndi onun kimi mən də, məsələn, telefonla o ilə danışıram, bu ilə danışıram, onların yorumları gələndə mən heç bilmirəm nə qədər səs toplayır, nə qayır, mənim üçün mənim üçün maraqlı da deyir. Amma ki, yorumları oxuyub qutara bilmirəm, maşallah, yorumlar da çoxdur, gözümdə mən axır zaman zəifləyib oxuya bilmirəm. Elə ona görə deyirəm, görün bura nə yazılıb, bunu oxuyun. Yox, sən hələ bizə çox lazımsan. Yenə də nə fikirdə olsalar. Bu ildə nənənin də, mənim də bloqumun 3 ili tam olur. 3 ildir ki, biz danışırıq. 3 ildir ki, siz dinləyirsiniz. Çox sağ olsunlar, var olsunlar. Yenə daha çox mövzular danışaq. Allah səni canını sağ eləsin, uzun ömür versin ki, daha çox məsləhət verəsən bizə. Çox dualar da eləyirlər. Deyirəm ki, mənə belə dua lazımdır, Allah eləməsin. Tabii mənim əsl vaxtımda. Amma ki, az ağrı Hasan dülümdə əldən ayağa düşüb qalbim. Bu Ramiz Rövşənin bir şeiri var. Deyir, pəncərəmi özüm örtüm, qapımı özüm bağlayıb, heç kimə möhtac olmayım. Mən cavanların çiynində, məsələn, mən görürəm gedimdə, belə, məsələn, altından üstündən vurub çıxıram, amma məzmunu başa düşürlər, Allaha şükür. İndi onun dəstiri mən də əldən ayaqdan qalmayayım, heç kimə möhtac olmayayım. Hamının, məsələn, deyə gülə, heç kim də ağlamasın, eləməsin. Çox şükür ki, nənəz nətər o qədər mənalı həyat keçirdim ki, yetim də saxlasam, cavan vaxtımdan, məsələn, həyatda nakam da qalsam, Allah baboza rəhmət eləsin, hamının dünyadan gedənlərinə Amin, Allah rəhmət eləsin. Namusla, qeyrətlə evlatlarım böyütdüm, ondan sonrası nətər hamısı ailəlidir, Allaha şükür. Sən boydan məsələn nəvələrim var, səndən böyük nəvələrim var, maşallah. Hamımız ailəlisiniz, evladınız var. İndi görürsünüz, məsələn, evlad nə qədər şirin olur. Evlad nə qədər şirin olsa da nəvə evladdan da şirin olur. Nəticə deyəs hamısından şirindir. Nəticə, bax, indi sənin balaların elə bilirəm ki, öz evladlar nəticədir sənin balaların. Amma ki, mənim üçün elə bilirəm ki, dünyadır. Hamısından şirin olur. Allah hamısının canı sağ eləsin, sənin də. Hamıya qismət eləsin. Çox sağ ol, ay nənə, öpürəm səni. Sən də sağ ol, Günah.